Qobustanda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Hadisə şəhərin Ağaqulu Xudaquluyev 115 ünvanında. Dayandığımız bu evdə qeydə alınıb. Qeyd edək ki, ev sahibi və onun 3 evladı dəm qazından zəhərlənmə şübhəsi ilə Qobustan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir. Səhər tezdən idi, 8-də dolar belə, 8 liraya ədələnində. O birisi böyük qızım mənə zəng elədi ki, bəs balaca bacım mənə mesaj yazıb ki, həmin bu hadisə olan ev. Mesaj yazıb ki, biz ölürük, uşaqlar qusur, nə bilim, baş ağrıyır, məndəki halım yoxdur. Tez durdum, gəldim bura. Gəldim, gördüm ki, burada skoriya zəng eləyəcək, gec olar. Özüm bindirdim, maşından apardım xəstəxanaya. Hadisəni valla baxdıq, mən özüm də biraz başım çıxandı belə şeylərdən. Heç nə tapanmadık. Hamamda da olublar. Bilmirik, bəzi adamlar deyir ki, göyə su ilə də gedir qaz. Mən o inanmıram. Ancaq ola bilsin, bəlkə ondan oldu. Nə oldu bilmirəm. 24-cü 26-cı il tarixdə SARS 0850 radələrində zəhərlənmə şübhəsi ilə 4 nəfər, 2 kişi, 2 qadın Qobustan rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə müraciət etmişlər və hospitalizə olunmuşlar. Onlara dəm qazının toksiki təsiri diaqnozu təyinatı olunub və təyinat üzrə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilərək şəxslər ambulator nəzarətlə ambulator müalicə üçün evə buraxılıb. Hal-hazırda vəziyyətləri stabildir, qənaətbəxş qiymətləndirilir.